Birinci sualda yeğlikdir. Child children apostrofesi olacaq. Doğrudur. Bir olmayanlar çıxıram. To miqdar sayı birdən çoxdur. Yanındakı ismi cəmdə istəyir. S apostrof olmalı idi. İkiləri çıxıram. Today, tomorrow, yesterday. Doğrudur. Apostrof esti. 3 yoxdur. B-ni çıxıram. Apostrof esi olmalı idi. Cəmi kökdən dəyişir. Çünki mən var. Doğrudur. Müəllimlərin konfransı. Bəzən çaşırsınız. Bunu səhv götürürsünüz. Düzdür. Bir neçə müəllimin konfransı. 2-də işarə vəzliyi düz yanında gələn isimlə uzlaşır. Gentleman təkdədir. 3-ü çıxacaq. Those cəm istəyir özündən sonra 3-lərim gedir. 2-5-də hər ikisində var. 2-5 hər ikisində var. 4-lə nə qalıbdı? 1 qalıbdı. Nəyə diqqət eləyəcəyik? Bu tərəfə, bura ikinci hissəyə biz şəxs əvəzliyə adlıq verməliyik. Onu da özümüzdən verməyəcəyik. Bax, bu mübtədaya baxacağıq. Bu mübtədaya baxıb, oradan şəxs əvəzliyi. Baxın, yiyəliklə bağlandı. Yiyəlikdən sonraya baxırıq. Relatives də cəmdədir. Hi verə bilmərəm. 4-lər getdi. Hi verə bilmərəm. 3 getdi. 1, 2, 5. 3-də advice sayılmayan isimdir. E-artiklı olmaz. E-artiklı olmaz. E-artiklı olmaz. Maçdan sonra er ya da mor gəlməli idi. Qalır cavabım D variantı. Böyləcə çaşıb deyirsiniz. Mənim advice sayılmayanda maç işləyəm. Bax, burada sifət gəlibdir. Dərəcə də artıq orada. Sifət valuable, more valuable olmalı idi. Qalır cavabım D variantı. 4-də of-dan əvvələ baxıram ki, los cəmdədir. Maç təkdir. Sayılmayandır, yəni uzlaşmayıb. 2-4-də hər ikisindədir. Onda biz 3-dən 5-ə baxaq. Of-dan əvvəl pis təkdədir. If cəm istəyir. 3-üm də getdi. Qaldı 2, 4, 5. Cümlədə nevə gördüm. Nevə inkarlıqdır. İnkarları atıram. Charlie-də 3-cü şəxsin təkidir. Keep yox. Keeps olmalıdır. A variantı. Sual cümləsini məchula çevirirəm. Baxın, görüm said keçmiş zamanı. Keçmiş zaman was were lazımdır. D variantı da was were, E variantı da was were yoxdur. B variantında were-dən sonra be gəlməlidir. A qaldı, C qaldı. Sual cümləsində diqqət edirəm ki, to be participle yanaşı gəlməz. Araya mübtəda girməlidir. Qalır cavabım C variantı. 7-də şundan sonra to gəlməz. İkilərim çıxdı. Baxın, have to-nu aparıb yazanda have bura düşür, to bura düşür. Have ilə to-nun arasında söz girməz. Qaldı 1-dən 4. 8-də nə görürəm? Orada. Əgər cümlədə ziddiyyət olsaydı, do, but ayrı-ayrı variantlarda ziddiyyət bağlayıcı veribdir. Demək, yoxdur. Bu cümlədə ziddiyyət yoxdur. Bayaq demişdim, bundan əvvəlki testdə. Til qədər deməkdir, tak-tak. The salary is high. Hə, if əgər, til qədər tak-tak, unless də if nota bərabərdir. I'll accept the offer. Mən deyir, təklifi qəbul edəcəm. The salary is high. Əgər maaş yüksək olsa. Əgər olmasa, B variantı olana dək qəbul edəcəm. Yəni, bu uyğun gəlmir də, tərcümə məna düzgün gəlmir. 9 ardadır. Hə, mübtədə xəbər uzlaşması. Are cəmdir, shorts cəmdir. Biri götürdüm. Programs cəmdir, was təkdir. İkiləri ələdim. Knives cəmdir, are cəmdir. Bəzən burada səhv eləyib sizi aldadırlar. A, dediyim elə oldu. Aldadıblar sizi 4-də. This cəmdədir, 3-ü götürdüm. 4-də is təkdir, shorts cəmdir, this təkdir. Aləm qarşı burada bir-birinə. 1-3 olacaq da variant. Sonra söz bazasına bağlıdır. Happy xoşbəxtdir, accepted qəbul etməkdir, reject rədd etməkdir, joyful happy sevincli, sad qəmgin. Baxaq görək Mary-yə nə olub. Mary became happy, xoşbəxt olub when she heard that, eşidəndə ki, onun layihəsi qəbul olunub. Bəli, doğrudur. Xoşbəxt olmalıdır. Layihəsi qəbul olunub. Birləri götürdüm. Bir olmayanları çıxdım. 3-də disappointed olubdur. Yəni sad, məyus olubdur, upset olub. Qəbul olunub. Niyə olsun ki? Qəbul olub. Baxın, C də getdi. Qaldıq D variantında. Qəmgin olubdur. Reject rədd edilibdir.
Sevincli olubdur, çünki qəbul edilibdir. Sevincli olub, rədd edilib, 4 də səhvdir. Qaldı cavabım 1-2. Nöqtələr cümlənin ortasında gəlibdir. Mübtədə xəbər olacaq. Does it-dən önə keçib, did it-dən önə keçib. 1-3 qaldı, A variantı. Sual sözü gəlibdir. Sual sözündən sonra birbaşa xəbər gələr. Sonra köməkçi mübtəda xəbər gələr. Amma how much-dan sonra birbaşa xəbər gəlməz. D variantı getdi. Do, does, did varsa, ondan sonra mübtəda gəlməlidir. Burada mübtəda gəlməyib. Bu çəkisi olmaq deməkdir, getdi. Sonra deyə bilərsiniz, ay müəllim, how much money gəlibdir, niyə? How much money-dən sonra isim gələr, sayılmayan isim, bəli, olsun, sual sözündə. Axı, burada yenə mübtəda gəlibdir, C variantı da səhvdir. A qaldı, B qaldı, bəs məsələ nədir? Scarf təkdədir, do yox, does olmalıydı. Qalır cavabım A variantı. 13-də axırdan gedim, amma midnight görürsən, verməyibdir. Midnight günün qısa hissələrindən deyə bilərdim, amma görürsünüz, burada düz gəlmir. Into içinə deyə bilmərəm, with deyə bilmərəm. O deyir, oturdu maşının içində. Gecə yarısına qədər D variantı. Gecə yarısından bəri maşının üstündə B variantı səhvdir. By yanında gecə yarısından olmur. Qalır D variantı. Decide-dən sonra feil to ilə gələcək D variantı. 15-də Mr. Johnson'la başlayaq görək. 4-lə başlayaq. Mr. Johnson neyniyibdir? Studies araşdırıbdır. Bütün faktları. 4, 6, 5. Yox. Mr. Johnson will make a decision. Qərar verəcək. 4, 1, 2, after, nədən sonra o, studies araşdırandan sonra bütün faktları. 4, 1, 2. O da altıda pil qabığını soymaq deməkdir. Remove the outer layer of skin fruit vegetable. Hansısa tərəvəzin, meyvənin qabığını soymaq, götürmək. Steal oğurlamaq. Take someone's, bax, without permission, icazəsiz varsa demək oğurlayıbdır. Heal-də müalicə etməkdir. C variantı, become well again. A, B, C, A variantı. Bununla da Gülnar Rumudavanın sürətli təkrar testləri bitdi.